Salam əziz izləyicilər. Bugün sizə ölkəmizdə yaxın günlərin hava proqnozunu rəsmi mənbəyə əsasən çatdırıram. Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, sabah, yəni 21 aprel tarixində yağıntılar axşama doğru tədricən zəifləyərək kəsiləcək. 22 aprel tarixində isə hava şəraiti dəyişkən buludlu olacaq və gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Yağıntılı hava səbəbindən çaylarda suyun səviyyəsi artacaq. Bəzi dağ çaylarından qısa müddətli sel keçməsi ehtimalı var. Buna görə də dağlıq rayonlarda yaşayan vətəndaşlarımızdan xahiş edirik ki, diqqətli olsunlar. Bütün məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi açıqlamasına əsaslanır. Proqnozlar dəyişə bilər. Ən dəqiq məlumat üçün meta.az saytına müraciət edin. Videonu bəyənməyi, şərh yazmağı və abunə olmağı unutmayın. Sağlam qalın, təhlükəsiz günlər arzulayıram. Görüşənədək.